Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. İxtisas seçimi ilə bağlı bir sıra məsələləri ayırd eləmək istəyirəm. Məleykə xanımın çıxışı var idi. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə xanımın çıxışına hər kəs diqqətlə qulaq asdı. Ancaq orada bəzi məqamlara siz diqqətlə yanaşmamışsınız. Məleykə xanım bildirdi ki, ballar enəcək. Faktiki olaraq bütün ballar enəcək və ya bütün ixtisasların balları enəcək deyə bir məsələni sizlərə bildirmədi. Siz ballar enəcək deyə düşünüb, hər cür özüm yazım deyə başlayırsınız özünüz tez-tez yazmağa. Sonradan nəticələr bərbad gələndə, kəsiləndə peşmançılıq hissi yaşayırsınız. Bunu etməməyin ən sadə yolları var, gözəl insanlar. Mən sizə indi bunun tövsiyələrini edeyim. Məleykə xanımın bildirdiyi ballar enəcək. 500 baldan 700 bala qədər olan civardan söhbət gedirdi. Yəni bu məsələdə bilinir ki, 200, 300, 400, 450, 500 arası yığanlar çoxdur. Və bütün qruplarda bu standart olaraq rəqabət meydanıdır. Və orada 200-500 bal arasında toplamısansa mübarizəyə qoşulursan. Yəni sən arxayın ola bilmirsən. Çünki orada İndi Məleykə xanım sizə deyir, ümumi danışır ki, ballar enəcək. O 500-dən 700 bal arası olan ballardan danışır ki, enəcək. Çünki bu illəri yüksək yazanlarımız çox deyil. Ancaq az yazanlarımız və rəqabət əzmi çox güclüdür. Hətta 3-cü qrupda bu il rəqabəti mən sizə deyim, 250-400 bal arasında gedəcək. Hətta 250-də belə kəsilmə şansı çoxdur. Yəni bütün bu nüanslara diqqət eləmək lazımdır, əziz abituriyentlər. Yəni siz bir məsələni eşidir, analiz etmirsiniz. Analiz etmədən fikirləşirsiniz ki, yəni əgər Məleykə xanım dedisə bu mümkündür. Məleykə xanım sizə izah verir. Məleykə xanım bildirmir ki, 100% balların hamısı enəcək. Orada müəyyən məqamları qeyd edir ki, 500-dən yuxarı, belə götürün, 500-dən yuxarı olan bütün ixtisaslarda ballar bəli enəcək. Amma minimum 5 baldan maksimum 20 bala qədər. Yəni onu düşünməyin ki, elə 20 bal hamısı düşəcək. Xeyr, orada da rəqabət olacaq. Plan yeri məsələsi var, rəqabət var. Yəni bütün bunlar hər biri şərtdir. Bugün məsəl üçün mən 617 bal yığmışam. Ağlıma gələni yazım, onsuz da mən girəcəm. Keçən illəri ağlına gələni yazanların 600 balından neçəsi çöldə qaldı, bilirsiniz. Yəni burada da çalışmaq lazımdır, balım yüksəkdir, mən hər yerə düşürəm deyə, rahatam deyə necə gəldi yazım eləməyin. Çünki orada sıralama, izlənmə etdikdə siz əlbəttə ki, ixtisas seçimi zamanı kəsilmə şansınız da böyük ola bilər. Balınıza görə yox, seçdiyiniz plan yerləri. Baxın, məsəl üçün, əziz abituriyentlər, siz bir şeyə diqqət yetirin. Plan yeri mütləqdir. Baxın, məsəl üçün, 600-620 bal arası oxuyursan kitabçadakı 70 nəfər toplayıb. Bax, diqqətli olun. Plan yerinin sayı isə 55-dir. Deməli, burada 15 nəfər kəsilməlidir. Bu 15 nəfərin içində olmamaq üçün hər bir şərtə diqqət eləmək lazımdır. Bəzilərinə deyirəm. Yəni, özüm yazım deyə fikirləşirsən, mən sizə belə bir şey deyim. Sən bugün fikirləşə bilərsən ki, hüququ, məsəl üçün, birinci pulsuzunu yazım, sonra pullusunu. Birinci pulsuzda sən zaten şansı bitirirsən. Niyə? Çünki sənin artıq ikincidə yazdığına gələnə qədər bütün əhatədə AO 80 nəfər var idi, 600-620 bal arası. Bütün əhatədə baxılacaq. Birinci hansı yazıb? Birinci yazanlar artıq plan yerini doldurur. Elə ola bilər ki, o 80 nəfərin 20 nəfəri elə birincidə plan yerini doldurar və plan yeri bitər. Və ya 15 nəfər qalar. Məsələn, 80-dan, məsəl üçün, 65 yer ayrılır. Misal deyirəm sənə. 65 nəfər birinciyə yazdı, daxil oldu. Sən ikincidə yazsan da sənin artıq şansın qalmır. Yəni, bütün bunlara diqqət eləmək lazımdır. Bir də əsas 3-cü qruplara deyirəm. 250 baldan aşağı olan şansınız çox aşağıdır. Yəni, bir dənə TC üzrə şansınız var. 250-dən aşağı TC-yə şansınız var. Amma DT üçün heç bir şansınız yoxdur. Yəni, onu sizə kimsə desə ki, şansınız %30-40-dır, xeyr. Sizin cəmi şansınız ola bilər ki, %10. 250 balla. Niyə?
O da ola bilər ki, ehtimal ola bilər ki, misal üçün də o bal aralığında, o ixtisası yazan sıralamasında dəyişiklik eləyir və sən məsəl üçün o 260 bal yığsa da sən 250 balla həmin plan yerini tuta bilərsən. Bu şərtlərdir gözəl insanlar. Yəni sən şansını, sənin üçün ixtisas seçimi eləyən həqiqətən diqqətli olmalıdır. Yəni bu gün mən məsələn ixtisas seçimi edirəm. Mən demirəm hamı mənə desin. Mən sadəcə ümumi tövsiyələr eləyirəm ki, şagirdlərimiz, abituriyentlərimiz aldanmasınlar. Yəni müəyyən şeylər var. Ballar enəcək deyə, ballar yüksələcək. Baxın bəhanə nədir? Mən sizə deyim. Siz sabah məsələn sizə bir ixtisas seçimi filan kəs tövsiyə elədi, elətdirdiniz, getdiniz kəsildiniz. Onun bəhanəsi var. Ballar qalxdı. Ballar qalxdı, sən də deyirsən ki, ay qardaş, bəs Məleykə xanım deyir axı ballar inəcək. Onda sən açıb deyəcək ki, o 500 baldan yuxarıya aid idi. Yəni mən bunu sizə indidən deyirəm ki, ixtisas seçimi eləyən müəllimi də düzgün seçin. Çünki eləsi var, praktikası yoxdur, anlayışı yoxdur, ağlına gələni eləməyə çalışır. Deyir ki, əsas odur ki, mənə bir 5-3 dənə uşaq gəlsin, o deyir, mən vacibimi alım. Amma elə deyil, sən kiminsə taleyinlə, həyatınla burada risk eləyirsən. Yəni bütün bunlara diqqət eləmək lazımdır. Ona görə əziz abituriyentlər, diqqətli olun. Birinci, ikinci, dördüncü qruplar, sizlər də diqqətli olun. 200 baldan 400 bala kimi, baxın, birinci, ikinci, dördüncü qruplar. 200 baldan 400 bala kimi mübarizə əzmi sizdə də güclüdür. Və aşağı ixtisasların balının yüksəlmə şansı da çoxdur. Emmə söhbəti olmayacaq. Baxın, 200 baldan 500 bala qədər emmə yoxdur. Yəni bunu unudun. 1, 2, 4-cü qruplar. Bax, siz diqqətli olun. Emmə yoxdur, emmə olmayacaq. Bu bal aralığında. 500-dən artıq üzü yuxarı, bəli, emmələr olacaq. O da yenə dediyim kimi 5 baldan 20 bala kimi olacaq. Yalnız 3-cü qruplara aiddir. DT üzrə 250 baldan aşağı yığmısansa şansın demək olar ki 10%, 5% bu civardadır. Yəni buna mən sizə tam səmimiliklə deyirəm. 250 bala baldan çalışın yüksək olsun ballarınız ki, yəni hər hansısa bir nəticə göstərəsiniz. 230-240 bal şans demək olar ki, çox zəifdir və ona görə də mənim sizə tövsiyəm nədir? İxtisas seçimində öz gələcəyinizi qurmaq üçün hər şeydə diqqətli olun, gözəl insanlar. Hər şeydə. Yəni bunları mən ixtisas seçimini əslində mən sizə bunları deməməliyəm, amma mən sizlər üçün bunları niyə səsləndirirəm? Ona görə səsləndirirəm ki, gələcək karyeranızı, gələcək həyatınızı etibar edəcəyiniz adamın həqiqətən sizin üçün dəyərli və profesional iş görməyini ayırt edə bilərsiniz. Yəni baxırsan ki, əgər etinasız yanaşırsa, siz ondan ikinci dəfə ünsiyyət qurmayın. Etinasız yanaşanlar sizin gələcəyinizi təhlükəyə ata bilərlər. Mən bu ixtisas seçimi ilə bağlı bu videonu çəkməkdə məqsədim ondan ibarət idi ki, abituriyentlərdə müəyyən şüarlar yaransın, müəyyən düşüncə tərzi yaransın. Hər il mənim yəni ixtisas seçimi ilə bağlı videolarım var. Əgər YouTube mənim kanalımı izləyirsənsə, bundan xəbərdarsan. Hər birinizə izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirəm.